Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu kavli. Amma ba'd. Muhterem kardeşler, Allah Resulü sallallahu aleyhi ve sellemin azametli bir hadisini hatırlatmak istedim. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: "Ana inda zanni abdi bi." Rabbimiz buyurur ki, mən qulumun məni zənn etdiyi kimiyəm. Və ənə ma'ahu izə zəkarani. Mən onunlayam nə qədər ki o məni xatırlayır. Yəni, Allah subhanehu və tealəni biz necə zənn edəriksə, Rabbimiz buyurur ki, mən qulumun zənn etdiyi kimiyəm. Ona görə hər zaman mümin gözəl zəndə olmalıdır. Hər zaman Rabbi haqqında gözəl fikirdə olmalıdır. Və sonra buyurur ki, وَأَنَا مَعَهُ إِذَا ذَكَرَنِي. O nə qədər ki məni xatırlayır, mən onunlayam. فَإِنْ ذَكَرَنِي فِي نَفْسِهِ ذَكَرْتُهُ فِي نَفْسِهِ. Əgər məni təklikdə xatırlayarsa, mən də onu təklikdə xatırlayaram. وَإِنْ ذَكَرَنِي فِي مَلَئٍ ذَكَرْتُهُ فِي مَلَئٍ خَيْرًا مِنْ. Məni bir toplumda xatırlayarsa, mən onu ondan daha xeyirli bir toplumda xatırlayaram. وَاِنْ تَقَرَّبَ اِلَيَّ شِبْرًا. Mənə bir qarış yaxınlaşarsa, تَقَرَّبْتُ اِلَيْهِ ذِرَاعًا. Mən ondan daha böyük məsafədə yaxınlaşaram. وَاِنْ تَقَرَّبَ اِلَيْهِ ذِرَاعًا تَقَرَّبْتُ اِلَيْهِ بَاعًا. O mənə bir disə yaxınlaşarsa, mən ona 1 metr daha çox yaxınlaşaram. وَاِنْ أَتَانِ يَمْشِي أَتَيْتُهُ هَرْوَلًا. O mənə gəzərək gələrsə, mən ona qaçaraq gələrəm. Yəni, möhtərəm qardaşlar, Rabbimizin hər zaman insan Rabbinin qədrini bilməlidir. Allah subhanehu və teala çox əzəmətlidir, çox rəhimlidir bizlərə qarşı. Və bizim hər bir etdiyimiz bir əməlin, xırda bir əməlin qarşısında Rabbimiz onun mükafatını bizə daha çox verir. Necə ki, bu hədis də açıq aydın bizlərə göstərir ki, biz Rabbimizə qarşı bir qarış yaxınlaşarıqsa, o bizə qarşı daha çox yaxınlaşar. Ona görə hər zaman mümin Allah subhanehu və teala'ya qarşı yaxşı zəndə olmalıdır və xeyir əməlləri daha çox etməlidir. Hər bir əməl etdikcə Allah subhanehu və teala onun mükafatını daha böyük mükafat verir. Sən Rəbbini xatırlayarsan, Rəbbinə tərəf gedərsən, Allah subhanehu və teala ondan daha böyük mükafatla səni mükafatlandırar. Və müminin də halı hər zaman Rəbbi ilə olmalıdır. Necə ki buyurur, kun ma'allah, Allahla ol. Hər zaman Allahla ol. Hər bir halında Allahla ol. Yol gedirsən, Allahı xatırla, zikr et. İnsana fayda verən ən böyük ibadət, ən böyük xeyir Allahı zikr etməkdir. Necə ki Rəbbimiz buyurur, fəzkuruni əzkurkum, məni xatırlayın, mən də sizi xatırlayım. Allah subhanehu və teala hər birimizi Rəbbimizi xatırlayan, onu zikr edən qullarından etsin. Allah subhanehu və teala bizə eşitib faydalananlardan etsin. Və sallallahu aleyhi və səlləm alə nəbiyyina və həbibina Muhammed.